Rami müəllim, mənim bu cərrahlıqdan, öz həkim peşəmdən başqa, sənətimdən başqa özümün hobbiləri var. Mən yaxşı uzun məsafəyə üzürəm. Üzə bilirəm, uzun məsafəyə üzə bilirəm. Məsələn, birdən 3 kilometr, 4 kilometr üzməyi sevərəm. Dənizə sevərəm və dənizə getmək mümkün olmadıqda baseyndə üzürəm. Sabah-sabah demək olar ki, həftənin 3 gün, 4 gün mən sabah-sabah səhər-səhər 1 kilometr üzməmiş işə gəlmirəm. Adətən mənim yüküm o qədərdir. Gündəlik stresi necə çıxardırsınız? Üzməkdir, birinci növbədə. İkinci, futbol oynamaqdır. İndi futbolu biraz azaltmışam, çünki yaşımla bağlı olaraq. Daha çox üzmək mənim hobbilərimdən birisidir. Yaxşı kitab oxumaq, bədii kitab, klassik ədəbiyyatı, fəlsəfi ədəbiyyatı mən çox sevirəm oxumağı. Mən ən özünü narahat hiss edəndə, müəyyən depressiya keçirəndə uzun zaman öz otağımda qapıları bağlayıb kitab oxumaqla məşğul oluram, kitab oxumağı sevirəm və çox yaxşı filmləri izləməyi, yeni filmləri, detektiv filmləri, tarix filmləri izləməyi sevirəm. Mən adətən stresimi belə çıxardıram.